Nedir bu? 140 neçeydi? 9 idi. Hı hı. Bugün görürsünüz cesaret toplayıp eyneksiz çıktım. Bakın görürüm. Görmürəm. Görmürəm. 149. Deməli, keçən dəfə Allah yaddaşlayasın. Biz nə keçirdik? Hüşnə. Bu nədir? Ha, şahmat. Ha, şahmat yazmıştık. Tamam, neyse. Şahmatdan kurtarmıştık. Ne oldu Pervan'a? Bu. Şahmatdan kurtardık. Değil mi? Tamam, onu siz yazmalıyız. Ben yazacaktım. Dəhşət değil bu kız. Onu yazmağa ne var ki? Hayır, yazsaqda kodun içində sual yazır, 30 varsa olsun, 30 olsun. Mən bunu sadəcə eləyirəm, yeni olmuş. Bacarmırsan da bacarmırsan. Ben neyim? Bak kızım. Deməli, bizim məsələmiz nədədir? Bizim məsələmiz ondadır ki, bazı kanallarda bu 10 klik olmalıdır, bazı kanallarda olmamalıdır. Düzdür mü? Ulduzlularda olmalıdır, ulduzsuzlarda olmamalı. Çok. Yani bu burada ya olur ya olmursa deməli bu değişendir. Değişendir. Yani bunun əvəzinə bura bir dənə değişen istifadə edirsən. Məsəl üçün klik olsun, tutalım. Tamam mı? Değişen. Burada da yazırsan ki, bu klik değişeni hansısa şərtdən asılı olarak ya mındandır ya da mındandır. Ya var ya yok. Düzdür mü? Hansı şərtdən asılı olarak bu mındandır veya ondandır? Ay sağ ol. Eğer bizim selimiz ulduzdusa o zaman bu olsun. Excel'da ise olmasın. Yani hal-hazırda inspekte baksa görecek ki bakar ulduz var, orada 10 klik var. Burada harda ulduz var, orada 10 klik var. Harda ulduz var, 10 klik var. Ulduz olmayan yerlerde 10 klik yoktu. Onun için bura kliklediğin zaman bu işlemeyecek. Yani bura kliklediğin zaman işleyecek. Bura işlemeyecek. Bura kliklediğin zaman işleyecek. Şurada. Bunu yazmaya ne var idi ki? Yani eğer nasıl değişirse bir tane değişen. Ne değişirse yani ki kıymetler. Neden asıl olarak değişirse buradaki şart. Yani bu ezberlenmesi şey değil. Yani mantıkını tutmalısınız. Tuttunuz, şey bırakmırsınız. Tutamadınız, yani tutana kadar tekrar öğrenmek lazım. Yani bunlar işte gelip kime oturmalıdır. Eğer eyni funksiya bir neçə yerden çağrılırsa deməli onun argument olmalıdır. Eğer bizde hardası plus minus beraberdir 5 minus beraberdir 10 varsa mutlak şekilde yanında if olmalıdır. Eğer bizde her hansı bir rəqəm değişirse onun əvəzində değişen istifadə edirik ve hansı edilirse terner yazır. Şurada, özsənəm şurada. Tamam. Yaxşı. O zaman keçirik bir sonraki mesele. Bir sonraki meselemiz ne olacak? Ömrümü alsaydı ne? 10
Oy Allah. Gerek iğne götürerdim. Özümü çok şeyledim. Ne yazmışım ben orada? Ay Allah. Ah. Nokta var orada. Yok. Nokta. Ah. Все. Evet. Düz yazmışım. Ne oldu? Yani hele 100%'e kadar bərpa olmadı ama bir 85% uca var hiç olmasın nasıl görürüm. Ömrümü alsaydım. Geçen defa biz demiştik ki bizim məsəl üçün də Məlik Məmmədimiz varsa, düzdür mü? Yani Məlik Məmməd, düzdür mü? Çelik yok mu Məlik? Ha. Ha, bu общем. Bunun bazı xüsusiyyətləri var idi. Ne var idi? Mesela üçün lens var idi, ne bileyim at var idi filan fişmekan zırt. Yani ki burada bir stringi simvollar toplusu olarak işlemek olurdu onunla. Yani mesela onlardır ki bu sadece harflerle veya ne bileyim stringin terkibindeki simvollarının olmur. Proqramlaşdırmada bir dənə möhtəşəm bir struktur mövcuddur. Əslində struktur demək tam doğru deyil. Tam doğru JavaScript üçün data structure. Yəni verilən struktur. Həqiqətən strukturuymuş. Bəli. Dil çaşar düzün deyər. Data structure'ımız var. Bunun adı array'dir. Array nədir? Array verilənlər toplusudur. Amma necə bir topludur? Az sonra görəcəyik. Deməli, təzə bir məsəl üçün array yaratmaq üçün belə bir şəkildə yazmaq olar. New array. Yəni ki, burada array global class'dır. Yəni biz new array dediyimiz vaxtı yeni bir array yaratmış oluruq. Həmin class'dan törətmiş oluruq. Nəticədə gözəl ki, array nədir? O bizə deyəcək ki, var belə bir şey. Kvadrat mötərizə bizə verilir. İçi boşdur bu dəqiqə. Niyə? Çünki boşdur. Ümumiyyətlə, yəni bir çox proqramlaşdırma dilində array həqiqətən də kvadrat mötərizələrini göstərilir. Kvadrat mötərizə array demək. Yəni bu kvadrat mötərizədirsə, o zaman array yaratmaq üçün, yəni niyə array yazmaya bilərik, birbaşa kvadrat mötərizə yaza bilərik. Tamamilə eyni nəticəni əldə etmiş olacaq. Yəni heç bir fərq yoxdur. İstəyirsiniz belə yazın, istəyirsiniz belə yazın. Heç biri qüsurlu deyil. Tamam? Plus bunun bizim üçün daha da maraqlı bir tərəfi var. Bunun içərisində biz birbaşa müəyyən bir datanı əlavə edə bilərik. Değil mi? Məsəl üçün əlavə edək. Məsəl üçün bu olsun İbrahim. Sonra növbəti kimdir? Bilməmədov kimdir bizdə? Vüqar. Bay. Salam aleyküm. Çok şükür. İyi. Gel. Gel. Вот. Belə. Deməli, bunlar buradadır. Hə. Ne inirdik burada? Array'a baxırdıq. İbonu əlavə eləmişdik. Növbəti qurbanımız Vüqar idi. Ondan sonra Vüqar. Ondan sonra aydın məsələdir ki, heç olmasa bir dənə Emir olacaq. İndi hansıdır şeyləmirik. Sonra bir dənə kim olsun? Pərvanə olsun. Global şey. Neydi adı? Gender bərabərliyi üçün. Hə. Bir dənə də kim var bizdə? Şəlalə var bizdə? Yox, Şamaxı var. Tamam. Okey. Özdəki bunları qarışdıraq. Belə maraqlı olsun. Böyle işte. Yes. İndi baxırıq bizim array'ə. Ki array dediğimiz şey nədir? Yəni bayaq da dedik, verilənlər dəsti, verilənlər toplusu, değil mi? Baxırıq bu nətər toplusu olurmuş. Baxın gözəlliyə baxın.
Gözəllik görsün. Yes. Gözəllik bundadır ki, biz bir dənə dəyişən götürmüşük. Bir dənə dəyişən götürmüşük, array. Və onun içərisində bir neçə dırın qiymət yaza bildik. Tamam mı? Bu gözəl şeydir. Bu həqiqətən gözəl şeydir, işə yarayan şeydir. Bunun içərisində təkcə stringlər yox. Eyni qaydada, yəni rəqəmlər yazıla bilər, yəni любой data yazıla bilər bunların içərisinə. Çoxlu sayda. Hə, indi bu oxun üstünə bassaq, görəcəyik ki, bunları bu necə qeyd elədi. Hə, bunların hər birinin başda yadımızda nağılımız var idi bir də. Obyektlər haqqında. ISO, bəli, hamısı bir obyekti. Orada da, burada da elənçilər. Property value, property value, property value, property value, property. Yəni property və value'lardan ibarət olan bir şey. Sadəcə bu value'lar var ha. Bu value'lara property olaraq rəqəm istifadə edir. Əgər biz müdaxilə eləməsək, o zaman rəqəmlər bunları açar ki, ya da ki indeks adlandırılır bir də. İndekslər sıfırdan başlayır və bir arta gedir. Hə, və baxın bunun da lens kimi property var. Yəni biz burada yazsaq ki array lens, bu bizə deyəcək ki 5. Niyə? Çünki bir də burada da yazılır 5. Niyə 5? 5 nədir? Ya belə baxanda içindəki elementlərin sayıdır. Aha. Amma əslində deyil. Tamam, birazdan görəcəyik ki, biraz daha fərqli bir funksiyası var. Onun amma belə başlanğıc üçün idarə edir. Ha, bir də yadımızdadır, stringdə biz yazırdıq ki, misal üçün string, ondan sonra kvadrat mötərizə və ondan sonra 3. Ha, üçüncü bizdə kimdir? Sıfırdan başlayır. 0, 1, 2, 3. Üçüncü bizdə emildir. Yəni, bura misal üçün 2 yazsaydıq, o zaman bizə Şamaxını verəcəkdi. 0 yazsaydıq, bu bizə İbrahim verəcəkdi. Hə. Məsələn, şimdi burada at işləyirmi? Məsəl üçün, -1 ilə işlədək bunu. Yadınızdadır, at ilə kvadrat mötərizənin fərqi o idi ki, at -1 ilə işləyirdi. Məsəl üçün, -1 desək, -1 pərvanəymiş. -2, yenə emil. Deməli, at da işləyir. Nə gözəl. Buradan elə bir nəticə çıxarda bilərik ki, prinsipcə array bir qədər bir dancı bu boyda. Yəni, stringə bənzər şey var. Stringə bənzər şey var. Həqiqətən də var. Həqiqətən də var. Hətta onları bir-birinə çevirmək də mümkündür. O haqda bir damcı sonra söhbət eləyəcəyik. Tamam. Gəlin bir damcı başqa şeyləri izah eləyək. Məsəl üçün arrayimiz var. Tutalım ki. Bu array'in hansı xüsusiyyətləri mövcuddur, hansı metodları mövcuddur və onunla nələr eləmək olar. Məsələn, tutalım ki, biz array'ə bir dənə daha element əlavə eləmək istəyirik. Məsələn, tutalım ki, istəyirik ki, bura action ola bilir. Nə tər əlavə eləyəcək bunu? Bilmirəm, ya belə əlavə eləyəcək. Deyəcək ki, məsəl üçün, array'in 10-cu elementi, məsəl üçün, action olsun. Tutalım ki. Okay? Belə əlavə eləsək nə baş verir? Belə əlavə eləsək belə bir giydirmə şey baş verir. Bu yazır ki 0 İbrahim'dir, 1 Vüqar'dır, 2 Şamaxıdır, 3 Emil'dir, 4 Pərvanədir, 10 action. Lensi nə göstərir? 11 göstərir. Hal-hazırda burada 11 dənə şey mi var? Yox. Deməli, lens tam da elementlərin sayını göstərmir. Amma əslində göstərir. Sadəcə, baxın, burada 5 dənə empty elementimiz var. Boş xanamız var. Yəni, xana var, amma içində qiymət yox. Undefineddirmi? Baxaq. Array'in, məsəl üçün, deyək ki, 7 niyə? 5 var ki 7 olsun. Tamam 7 olsun sən xətri ver. Undefined demiş. Undefined demiş. Yəni ki qiymət var amma şey. Yəni onun üçün lens haqqında array'da danışdığımız vaxtı sınavıb gəlmişsin də bu. Gəldi sakit oturdu, heç səs də çıxartmır. Tak, Yusuf'a bir quş. Sonra Ramilə gəlməyib? Yox. Tamam. Lens haqqında danışdığımız zaman deyirik ki, array'in lensi elementlərin sayı yox.
növbəti əlavə olunası elementin nömrəsidir. Yəni, əgər bu axırıncısı 10'dursa, o zaman lens olacaq 11. Əgər axırıncı element 99'dursa, o zaman lens olacaq 100. Tamam? Görəmirsən? Olmaz da yani. Onun için görmək istəyirsansa tez gəl qabağa oldu. Onun algoritmi odur. Heç vicdanın sızlamadı ki adama demişsin ki o tərəf odur. Bildi mi yani? Sızladı, sızlamadı. Sızlıyor. Bəzən. Hamısı yox. Yəni. Yaxşı. Və desəydə oturmuram. Bilməyə bilərsən. Bəxtin gətirir. Hə. Heç nə eləyə də bilməzsən. Yəni sizin çəki dərəcələriniz fərqlidir. Üstüvə yıxılar, leşin çıxar. İdmana da gedir. Bir barmaqla belə fırradar, yapışdırar divara. Onun üçün simbolə ki, sən ondan sonra gəlmirsən. Əvvəlcədən bir palajeniyə baxmalıydın. Görməliydin ki, bilyard oynayırsan. Ay sağ ol, bax, şey eləmək lazımdır belə vektorlarla ki, harada oturmaq olar ki, yəni ki, görüntüm açıq olsun. Görürsən, xəyanət eləyəndə axırı belə olur. Yes. Onun üçün beləncə elementləri əlavə eləmək yaxşı şey deyil. Niyə? Çünki biz bütün zadın strukturunu pozmuş oluruq. Bəs nə tər eləyək ki, şey olsun, növbəti element olaraq əlavə eləyə bilərik. Məsəl üçün, deyə bilərik ki, ərin lensi qədər, bunu məsələn, kimi əlavə eləyəcək bura? Yusifi, məsələn. Yusif. Bu, belə yazdığımız vaxtda, o zaman, neyəcək? O zaman, baxın, 12-ci element olaraq, 11-ci element olaraq Yusif əlavə elədik. Yəni, bu yaxşı ideyadır. Amma biraz uzundur. Nə? Daha da yaxşı ideyanı istifadə eləmək üçün, o zaman ərin ümumiyyətlə nə olduğunu bilməkdə fayda var. Bunun üçün burada belə bir şəkil çəkirəm. Bu nədir? Kutuma koyuyor bu mangaldır. Yox, bu qutu deyil. Bu bilirsiniz nədir? Bu stəkandır. Вот. Bu nədir? Yox, bu top deyil. Bu portakal. Portakal. Və portakalı da biz bu stəkanın içərisindən bu şəkildə qoya bilərik. Tamam? Qoyduk. Bir dənə də portakal. Yenə də buradan bunu içəri belə qoya bilərik. Tamam. Ondan sonra birini daha qoymaq istəsək, o zaman bir dənə də portakal bunun içərisinə qoya bilərik və s. Tamam mı? Beləliklə, ərreyin təbii şeyi ondan ibarətdir ki, stəkandır, onun ağzı var və yəni ki, bu ağzından içəriyə biz element qoya bilərik və ya desək ki, biz bu stəkandan bir dənə portakal çıxartmaq istəyiriksə, o zaman aydın məsələdir ki, buradan, ayrı getdi, buradan biz bir dənə element çıxarda bilərik. Bunun üçün bizim iki dənə metodumuz var. Birinin adı push'dur. Tamam. O birinin adı pop'dur. Bu nə ya? Bu nə ya? Bu nə ya? Pop. Push əlavə eləyir, pop çıxardır. Yoxlaya bilərik. Bura
bura. Deyə bilərik. Array push məsəl üçün kimi push eləyək? Sən niyə? Sən push olunmaq istəyirsən. Ayanı push eləyək. Ayan. Baxırıq. Array. Ne oldu ayan? Növbəti element olaraq əlavə olundu. Tamam mı? Çok da güzel. Ondan sonra desək ki, misal üçün biz array'dən pop eləmək istəyirik. Yəni bizə bir dənə portağal lazımdır. Enter basaq, baxın bizə son əlavə elədiyimizi çıxartdı. İndi array'ə baxsaq, array'ə baxsaq, görəcəyik ki, array'in içərisində o ayan mayan yoxdur. Niyə? Çünki indicə çıxartmışıq. Aydındır mı? Deməli, bizim popumuz da bu formada işləyir. Nədir? Bunlar millət, array'in tərbiyəli metodlarıdır. Yəni ki, bunlar normal, təbii axışla olan şeylərdir. Amma arada bir bizə tərbiyəsiz üsullar da lazımdır. Tərbiyəsiz üsul nə deməkdir? Tərbiyəsiz üsul odur ki, yəni ki, biz arada bir array'in içərisinə nəsə bir şey buradan çıxarda bilərik və buradan əlavə eləyə bilərik. Bunlar aydın məsələdir ki, təbii şey deyil, yəni bu necə deyərlər. Okay? Bunlar biraz tərbiyəsiz üsullardır. Bunların da adı shift və unshift'dir. Shift nə deməkdir shift? Shift'in mənası nədir? Shift qaldırmaq, başqa? Əslində sürüşdürməkdir shift. Sürüşdürməkdir. Niyə? Nədən gedir söhbət? İzah eləməyə çalışın. Məsəl üçün baxın. Bunlar burada növbədə dururlar da. Bu 0-cı elementi, bu 1-ci elementi, bu 2-ci elementi. Tutalım ki, bunlar növbədə durur. Harada? Kinoda, məsələn, sinemada bilet almağa, kassada növbəyə düzülüblər. Hadisəyə baxacaq. Tamam? Bu əməqsdə. İndi bir də görür ki, cəmaat belə növbədə düzülür, fərəsinin əlində nömrəsi var falan. Bir də buradan görür ki, bir dənə polis gəlir. Yanında da bir dənə cavan qız. Növbədən kənar girir ən başa. Tamam mı? Onda nə baş verir? Əgər biz növbədən kənar buradan bir dənə element soxuruqsa, dedik ha, bu tərbiyəsiz üsul. Tamam? O zaman nə baş verir? O zaman təzə soxduğumuz olur 0-cı. Burada 0 olan olur 1-ci, 1-ci olan olur 2-ci, 2-ci olan olur 3-cü. Yəni ki, bütün növbə sürüşür. Aydındır mı? Bu. Amma yəni ki, arada bir onu eləmək bizə lazımdır. Onun üçün də bundan istifadə edirik. Və ya tərsinə də ola bilər. Məsəl üçün, millət növbədə düzülür. Bu biletini alıb. Bileti alıbsa buradan çıxmalıdır da. Amma ya bu buradan çıxanda nə baş verir? Birinci olur 0, ikinci olur 1, üçüncü olur 2 və yenə sürüşür. Tamam mı? Yəni həmin o sürüşmə, yəni bütün mövcud elementlərinin indekslərin dəyişməsi əslində array üçün və ya belə deyək də JavaScript üçün əlavə bir əziyyətdir. Yəni əlavə bir işdir görüləsi. Onun üçün bu üsullardan, bu metodlardan istifadə eləmək məsləhət görülmür. Yəni bunlar yaxşıdır, bunlar çox yaxşı deyil. Bunlar yavaş istəyən zatlardır, amma arada bir lazımdır. Yes. Vot, belə işlər. Tamam, əlavə eləməklə başa düşdük. İndi məsəl üçün tutalım ki, hər hansı bir şey dəyişdirmək istəyirik. Məsəl üçün tutalım ki, Vüqarın, tutalım ki, və Şamaxının, tutalım ki, istəyirik ki, məsələn, yazılışını dəyişdirək. Bu nə içəydi? 0, 1, 2. Düzdür mü? Deyir ki, array'in ikincisini biz dəyişdirmək istəyirik. İstəyirik ki, bu olsun beləçinə. Belə, yox, belə. Tamam? Okey. Baxırıq. Nə? Vergül. Nə?
Sırrı yazmışız. Məqsəd olur da dəyişir. Yenidən də Bu gördünüz, süper. Əla. Değişmiş oldu. Yani deməli değişmə asan məsələdir. Başqa? Silmə məsələsi. Silmə məsələsi. Misal üçün tutalım ki, biz buradan kimi silək? Emili silək. Nə tər silə bilərik? Yazırıq delete Emil. Yox. Emil neçəncidir? 0, 1, 2, 3. Baxırıq. Sildi mi? Bəli, burada da empty əmələ gəldi. Yəni yeri görünür. Necə deyirlər? Özü getdi, amma yeri görünür. Belə şəkildə silmək yaxşıdırmı? Yəqin ki, yox. Bəli, elədir ki, var. Onun üçün bizim arraylarda mən sizə ümumiyyətlə söyleyeyim, array çox istifadəli, həddən artıq istifadəli bir struktur olduğuna görə bunun bir vagon metodu var. Onun üçün biz çox vaxtı onu məsələn ara struktur olaraq istifadə edirik. Hər hansı bir datanı çeviririk arraya. Burada onun metodları ilə işimizi görürük. Ondan sonra təzədən çeviririk əvvəlki vəziyyətə. Tamam mı? Evet. Array'in metodlarının arasında başka ne var? Gelin bakalım. Gelin bakalım. Array'in metodlarında ne var başka? Tak, orada var array'lar. Görürsünüz array var burada. Arrays. Bəli. Array constructor nədir o? Nəsə mən bilmədiyim şeylərdir. Bilmirəm bunları. Tak, sonra. Bu ne ya? Hiç şeyler yazıklar burada. Əməli başda. Tak, sonra. Array methods. Tamam. Özdə hamısı yox ha. Bir hissəsidir. Array lensini bilirik. Tak. Ondan sonra array to string var. Bu ne ya? Lazım değil bize. Yani tamamıyla mənasız bir şeydir. Bilirsiniz niye? Çünkü array to string array'in mesela üçün məsələn beləncədə də versiyasıdır. Ne görürsünüz burada? Yani ki array olduğuna göre bu string'dir 100%. Yani array string'e çevrildiği zaman elementleri götürür, aralarına mütərizə qoyur ve bize bunu qaytarır. Eğer ki orada bir neçə dənə element arada yoxdursa, yadımızda da empty var idi. Bakın, burada elə-belə vergüller düşüyor. Elementin özü yoktu ama yani yeri var, onun için burada vergüller gelir. Tamam. Array'in string'e çevrilmiş varyantı budur. Tamam. Lazımdır bize? Yok, lazım değil. Birden eğer lazım olsa o zaman bizim bunun için join metodumuz var. Yani join ne demekti? Birleştir. Bitiştir. Neyle bitiştirim değil? Yani ki eğer hiç ne yazmasak o zaman elə bayaq gördüğümüz gibi virgüllerden bitiştir. Ama deyə bilərik ki mesela üçün tutalım ki tirelerden bitiştir. Deyə bilərik ki boşluklardan bitiştir. Deyə bilərik slashlardan bitiştir. Deyə bilərik ulduzlardan bitiştir. O üçün kısaca ne desək onunla da bitiştirəcək. Tamam? Join metodu. Burada qeyd edirəm ama lazım değil bize. Tak. Sonra başka. Array add. Bilirik. Join'e indicə baxdıq. Burada ne yazılır? Pop bilirik. Push bilirik. Shift and shift bilirik. Aha. Все, burası уже hazır getdi. Ondan sonra array is array. Boş verin. Ondan sonra delete bayaq test elədik. Concat sizə heç lazım değil. Ondan sonra gizgicə şeyler. Slice. Bak bu maraqlı şeydir. Slice ne deməkdir? Dilimlemek. Aç, orucunu kes, almanı ver yara dilim. Yes. Deməli,
Slice array'dən hansısa kusok götürmək üçün istifadə olunur. Tamam? Yəni məsəl üçün buradan kəsirik, çıxardırıq. Deməli, buradan bura qədər. Biz deyirik ki, hansı kusok bizə lazımdır. Məsəl üçün tutalım ki, deyirik, məsələn, 0-dan 3-ə qədər olan kusok. Bu qarnın aşamasını bizə verir. Tamam? Bu arada burada 1 daxildir. 3'ə qədər, 3 daxil deyil. Onun üçün bizdə 1-dən 2-ni verir. Hə. Bir dənə də baxın, əvvəlcə buna baxaq. Aha. Beləsinə. Və ondan sonra deyirik ki, bizə array'in slice'ı lazımdır. Baxın. 1 daxildir, 2 daxildir. Şamaxar getdi. Hə, buradadır. 1 var, 2 var, 3 zaten empty idi. Onun üçün 3'ü vermədi. Tamam, neyse. Yəni, desəydik ki, 0-dan 2'ye qədər lazımdır. O zaman bizə 0-dan 1'i verəcəkdi. İbrahimlə bu qədər. Aydındır? Tamam. Okey, bu slice'dir. Bunu da bura qeyd eləyək. Slice kusok verir bizə. Bunu da verir. Və növbəti metodumuz var. Nədir bu? 50 vaxtımız var. Splice. Splice isə bu çox maraqlı metoddur. Belə ki, splice baxın, ora mən mötərizəyə girdiyim zaman mənə Chrome şey verir. Köməklik verir ki, burada 3 dənə parametr ola bilər. Birincisi mütləqdir. İkincisi sual işarəsi ola da bilər, olmaya da bilər. Üçüncüsü də tık, yəni bir neçə dənə ola bilər. Vot, belə işlər. Yəni deyir ki, splice eləmək istəyirsənsə, nədənsə hardansa başlamaq lazım. Okay mi? Yes. Bunun üçün birinci növbədə onu söyleyeyim ki, splice array'in istənilən yerindən elementlərin silinməsi və ya əlavə olunması üçün istifadə olunur. Yəni bizim bayaq əlavə eləmək və ya çıxartmaq üçün biz ya push-pop şey eləyirdik, o zaman buradan yuxarıdan çıxardırdı, ya da shift-dan shift istifadə eləyir, o zaman ortadan çıxardır. Altdan çıxardır. Və yaxşı biz ortadan çıxartmaq istəsək. O zaman istifadə edirik splice-dan. Aydın məsələdir ki, splice-da shift-dan shift kimi aləmi dəyər qatır bir-birinə. Amma çox faydalı metod. Məsəl üçün tutalım ki, mən istəyirəm ki, bu array'dan məsələn vüqarı yığışdırım. Elə ki, yerin dibli yığışdırırım. Yəni burada məsələn şey kimi delete elədiyimiz kimi yox. Yəni onu yığışdıranda burada yer qaldı məsələn. Tamam mı? Məsələn vüqar. İkinci deyil, birinci idi vüqar. Birinci elementdən etibarən tutalım ki, növbəti parametr nə idi? Delete count. Neçə dənəsini, neçə ədəd elementi biz silmək istəyirik? Bir dənə silmək istəyirik desək, o zaman vüqar gedəcək. Baxın, vüqar getdi. Düzdürmü? Baxırıq. Hə, yoxdur vüqar. Heç yeri də yox. Tamam? Belə işlər. Yaxşı, vüqar yazıqdır. Vüqarı silməyək. Gəlin bilsiz, nə edək? Gəlin emptyləri silək. Hə, məsəl üçün bizdə bu empty var idi. Bu neçənci emptydir? 3 yoxdur, düzdürmü? 3 yoxdur. 3 yoxdur deyən əvvəlcə 3'ü silək. Deyir ki, array'dən 3'dən etibarən bir dənəsini silmək istəyirik. Baxırıq. Sildi. Tamam. Bir dənə də onu siləndən sonra bir dənə də istəyirəm ki bu neçədən başlayır? Hə, 4'dən etibarən 5 dənəsini silmək istəyirəm. Yazıram ki burada
4'ten etibarən 5 dənəsini silmək istəyirəm. Baxırıq. Tamamilə bərpa olundu. 0, 1, 2, 3, 4, 5 və lensi də 6 oldu. Tamam mı? Yəni bunun vasitəsilə biz qəşəng bizə lazım olan şeyləri silə bilirik. Tamam? İkincisi neydi? Ay da getdi. 4'ten 5'e geçin. Tamam, 4'ten etibarən 5 dənə. Silə bilirik. Silə bilirik. Hə. Amma biz bir də bilsiz nə edə bilərik? Biz deyə bilərik ki, misal üçün mən bir dənə şeyi silirəm, amma eyni qaydada, eyni zamanda ora nəsə bir şey əlavə eləmək istəyirəm. Silmədən də əlavə eləmək olar. Amma silərək də əlavə eləmək olar. İbo, çay istəyirsən, kofe, su, yox, 100%, bax, son təklif. Notörümüz. Gəlin, silə-silə nəsə əlavə eləyək. 4'ten etibarən dediyimiz vaxtı 0, 1, 2, 3, 4. Yox, amma bizdə Akşin Yusif falan da var idi hələ. Yox, ayağını çıxartdıq. Akşin Yusif de var idi. Yəni 4 bizdə haradaydı? 4 bizdə buradaydı da Akşin. 4'ü sildiğimiz vaxtı o pervanenin Akşin arasındaydı. Düzdürmü? Yəni ki, burada bunu silməmiş vəziyyət necə idi? Bu silməmiş vəziyyət belə idi. Pervane ilə Akşin arasında 5 dənə boşluq var idi. Tamam? Biz onu buradan sildik. Amma mən istəyirəm ki, sildikdən sonra bura bir neçə dənə şeyi də əlavə edeyim. Məsəl üçün, kimi əlavə edək? Məsələn, bugün gəlməyən tənbəlləri. Kimdir? Biri Məsud, o bir aradan çıxıb. Kim idi o? Emil, yox Emil, Emil idi. Məsud. Tamam, o zaman bura bir dənə də Məsudu əlavə edək. Pərvanə ilə Akşin arasında yadınızdadır. Baxırıq. Aç xorucunu, kəs alamanı, baxın, peyda oldu. Boşluqları sildi və o araya bunu saldı. Desəydik ki, 2 nəfəri biz ora salmaq istəyirik. Tamam? Məsəl üçün kim olsun? Məsələn, Vahid olsun. O zaman 2 nəfəri salacaq Pərvanə ilə Akşin arasında. Baxırıq. Gəz Pərvanə, ondan sonra Məsud Vahid, sonra Akşin Yusif. Məndən istədiyiniz başqa yerə yazma olur. Yəni, nə yazsan, orada yazacaq da. Yəni, o ikisi arasında olması. O ikisine yazma. Tamam da, hara istəyirsən, oraya yazdı. Silmeden. Tabii, silmədən o zaman buraya yazırsan 0, yəni ki, işte silmə. 4-cü elementdən etibarən silmədən bu ikisini əlavə elə. O zaman bu olacaq 4, bu olacaq 5. Baxırıq. Baxırıq. Buydu. Bəs necə deyil? Hər şey gələcəksə şey. Hara? Konsolda. Konsol logo. Gəlirəm. Gəlirəm. Buyur. İndi Pərvanə Akşin arasında gəldi, nasıl oldu? Tamam. Akşinlə Yusuf arasında. Akşinlə Yusif arası, yəni Akşindən sonra 6 gəlir. Düzdür? Sən istəyirsən 6-cı başqası olsun, Yusif sürüsün aşağı. Düzdürmü? 6-cı. Yadınızda saxla. Yazırıq bura, especially for you ki bizə 6-cı elementə, yox bu 8, 6-cı elementə heç də silmədən istəyirik Vahid əlavə edək. Baxırıq. Vahidin nömrəsi neçə olacaq indi? 6 olacaq. Tamam. Şu. Düştü. Başa. Tamam. Okey. Düştü başa. Orada ne yazılır? 58. 58. Yani bizim hələ yarım saat vaxtımız var. Bəli. Yaxşı da. Yorulmadınız. Tak. Başka ne diyeyim size? Ne? Şu, bəsdir. Yox, tuz plast boş.
gizgide şeyler. Tak. Aha. Tamam. Burada bunların içerisinde bizim işimize yarayabilen iki tane metod daha var. Bunlar nedir? Search metodlarının içerisinde. Yani dediğim gibi array'in metodları çoxdur. Yani biz hamısını bu dəqiqə keçməyəcəyik 100%. Onların bəziləri advanced metodları. Biz ümumiyyətlə JavaScript-i bitirdikdən sonra advanced-a başlayanda onları keçəcəyik. Bunlar hazırda bizə lazım deyil. Вот. Onun üçün əsasları eləyirik. Əgər array'in içərisində hər hansı bir elementin mövcud olub olmadığını yoxlamaq istəyiriksə, deyirik ki, bizim array'in içərisində məsəl üçün də tutalım ki, ayan varmı? Bu bizə deyir ki, yox, ayan yox. Biz kim var? Məsəl üçün Şamaxı varmı? Şamaxı varmış. Değil mi? Bilmək istəyirik ki, misal üçün Şamaxı neçəncidir, onun indeksi nədir? O zaman yazırıq index index yox, bir yandex. Index of. Deyir ki, Şamaxı ikinciymiş. Düzdür? 0, 1, 2, ikinciymiş. Yani bu iki metodda bizim işimize yarayacak. Ne için? Aktarış için. Yetti. Aç orucunu, kes almanı, ver yara. Dilim. Yes. Yok. Biri elementin olup olmadığını şeyler, mesela için true false verir. İkincisi ise onun indeksini verir. Tamam mı? Index of. Hatta böyle bir şey de var bizde. Find de var. Ama bu bir balaca mənasız bir şeydi. Yani çünkü misal için bu find yok. Find'i boş ver. Find уже advanced şeydi. Bunu o böyle işlemiş. Tamam. Array'lar hakkında milyon tane şey bilirsiniz. Şimdi gelin bunlardan bir damcı oynayak ki aydın olsun ne var ne. Mesela üçün. Array'larını biz işlediğimiz zaman aydın meseledir ki burada madem ki düzgün məhəlli bir array'in indeksləri var, hansılar ki sıfırdan başlayır ve ne bileyim bir arta gelir. Bize array'in elementleri lazım olduğu zaman mesela için de tutalım ki array'imiz olsun. Numerik array'imiz olsun. Mesela için bunun içerisine ben istəyirəm ki biz mesela birden tutalım ki 10'a kimi ədədləri əlavə edək. 20'ye kimi əlavə edək ədədləri. Mesela 0, 10 yazın. Forma. Forla ola bilər. Bəs range. Ne renk? Renk uzunluq, onu boş ver. Range'den sen lazım olan şeylerin yarısını eləyə bilməyəcəksən. Yani sen mesela deyə bilərik ki, misal üçün mesela üçün birden 20'ye kimi tutalım ki ədədlər bizə lazımdırsa onları bize for verir. Bize bunları mesela üçün bunun içerisine əlavə eləməmiz lazım. Necə əlavə eləyirdik biz ən mədəni formada? Push'la. Deyirik push it. Ve selam tamam. Ondan sonra mesela için desek ki bize lazımdır ki konsol loga biz array'imizi çıkardabilirik. Ve görürük ki burada bəli bizim array'imiz əmələ geldi ve mesela için birden 19'a kadar rəqəmlər şeylədi. Niye? Çünkü 20'ni burada daxil eləməmişik. Evet.
İndi belə ardıcıl şeylər üçün bizim kim? Ayan. Bayaq Ayanı, biz onu silmişdik. Ayanımız deyir ki, biz burada range'dən istifadə edə bilərik. Range metodundan istifadə eləmək olar. Tak, range metodu necə işləyir? Belə deyir ki, misal üçün, əgər belə standart şeylər bizə lazımdırsa, o zaman range'dən istifadə eləmək mümkündür. Özü ki, range sadəcə JavaScript-də yox, digər şeylərdə da istifadə oluna bilər. JavaScript-də elə bir şey yoxdur. Tamam. Bunun üçün başqa soxuşlar var, amma bu bizim üçün şey olunmur. Yəni ki, burada range-lə biz ayrı bir funksiya yarada bilərik. Filan feçməkan, yəni bu okko. Tamam? Yes. Вот. Bizdə dədə baba form. Oldu mu? Ki, dediyim kimi, range bir çox şey üçün işə yaramır. Məsəl üçün, növbəti bir task. Mənə ardıcıl rəqəmlər yox. Mənə lazımdır, məsəl üçün, nə? Mənə lazımdır ki, array'in içərisinə biz rastgele ədədlər əlavə eləyir. Məsəl üçün, bəli, random ədəd istəyirəm. 10 dənə random ədəd istəyirəm, 1-20 arası. Okay. Bəli. Nə? 10 dənə, 1-20 arası rastgele ədəd. Rastgele ədədləri biz hardan götürürdük? Deməli, bizdə var idi mat random metodu. Bu bizə verirdi belə də. Amma bizə 1-20 arası lazımdır. Təklif gəlir ki, bunu ona vuraq. Vurduq ona. O verdi 9,85 milyardda nə bilim neçə. Bizə tam ədəd lazımdır. Mat, trunk da ola bilər, floor da ola bilər, fərqi yoxdur. Tamam, bunun içərisinə yazırıq bunu. Aç korucunu, kəs almanı, nə gözəl, bəli, 20'yə vursaq nə olacaq? 20'yə vuranda belə 7, 5, 10, 15, 18, yəni öz keyfinə görə rəqəm verir. 2 dəfə dalbadal 2 verdi. Belə yaza bilərik, aydın məsələdir. Sadəcə, bilirsiniz nətəri? Bəzən Amerikanı kəşf eləmək də çoxdur. Tamam mı? Bizim üçün bütün hər şeyi zad eləyiblər. Qabaqlar biz onu Google-da axtarırdıq. Amma misal üçün desək ki, bizə JavaScript random, yəni minimum, maksimum arasında ədədlər lazımdır. İstər internetdə W3 School-un içərisində belə, istərsə də AI bizdə məsəl üçün bir neçə belə funksiya verə bilər. Tamam mı? Məsəl üçün, onların fərqi nədən ibarətdir? Inclusive integers, min and max allowed. Yəni ki, bu deyir ki, bu funksiya bizə həm min, həm max'ın daxil olduğu random şeyləri istehsal edir. Belə bir funksiya. Bax görək. Funksiyadır, gördüyünüz kimi. Yəni ki, bu adını belə uzun saxlamaq məcburiyyətində deyilik. Get random, integer, inclusive zat. Ondan sonra min, max, okey. Burada deyir ki, mini və max'ı mən eləyirəm. Bəlkə də min, max'ı kəsirli əgər girsəniz, onları yuvarlaqlaşdırır. Bizə lazım deyil, biz elə şey. Və bu bizə return eləyəcək. Yəni bizim əslində yazdığımız kimi matflow
mat random vurulmuş. Deməli, burada max çıxılsın min üstə gəl 1. Burada da üstə gəl min. Yəni ki, beləncə bir funksiyadır. Bizim üçün başda yəni bunu artıq hesablayıblar. Yəni belə bir funksiya, random funksiyası bizə min ilə max arası şeyləri verir. Yəni biz bura push elədiyimiz vaxtı 20 ədəd lazımdır bizə, onun üçün 1-dən 20. Yox, 10 ədəd lazım olduğuna görə 1-dən 10-a qədər olacaq. Amma bura push eləyəcəyik biz bu funksiyanı. Məsəl üçün 1, 20 arasında aralıqda. Tamam? Baxırıq. Belə random rəqəmlərdən ibarət olan bizim arrayimiz əmələ gəldi. Düzdürmü? Yes. Nə gözəl. Okey. Nədir? Heç nə, gözəl. Əgər heç nədirsə, o zaman sizə tapşırıq. Zəhmət olmazsa, əmələ gətirdiyimiz bu numerik arrayin içinə əlavə elədiyimiz random ədədlərin növbəti sətirdə cəmini hesablayan bir dənə şey yazın. Funksiya yazın. Məsəl üçün, sum funksiyası olsun. Hansı ki, numerik arrayimizin cəmini versin. Əvvəlcə bizdə bir üst sətirdə arrayimiz var, yer. Bunun üçün nə etməlidir? Bunun üçün bunun cəmini hesablayan bir dənə dəyişən olmalıdır. Hansının ki, içərisində yığacaq bütün şeylərin cəmini. Və axırda bizə onu qaytaracaq. Buna bütün hamısını yığmaq üçün isə bu arrayin hər bir elementini gəzməlidir. Düzdürmü? Arrayin hər bir elementini gəzmək üçün bizim for'a ehtiyacımız var. Bəli. Niyə? Çünki arrayin indeksləri sıfırdan başlayır. Arrayin lensinə qədər gedir. Bir arta gedir. Və bizə lazımdır ki, o arrayin hər bir elementini götürüb bizim S-ə əlavə eləsin. Array onun üçün başda 0 vermişik. Çünki bizə cəm lazımdır. Bizə hasillər olsaydı, lazım olsaydı, o zaman bunun qiymətini qoyacaqdıq. 1 var. Tak, bax. Num R is not defined. Bu parametre olarak array'i kabul ediyor. Niye altı numara yazmışsınız yukarıda? İçinde numara yazmış. Numara. S plus beraber de var. Böyle aşağıda solda numara yazmış. Valla her şey istəyirdim, nə istəyirsən da var. Dəhşətdir, davı olur. Bəli, və bunu da biz şey eləsək, nə bilim, random olaraq müxtəlif şeylər, ədədlər gəldiyi zaman bu bizə hər zaman onların cəmini hesablayır. Tamam? Aç orucunu, kes ağlamanı, beri yarattı, lim edelim. Yes. Ay kız kimin kızı sen? Almana kırmalı sen. Hadi. 18. Ben yokum tökülür. Yokum tökülür benim nay. Yaxşı. O zaman size bir dənə tapşırıq. Elədiniz. Eləmədiniz. Mən gedirəm. Siz oturun tapşırıqla eləşin. JavaScript on C.
Əvvəlcə yanımıza salırıq cavanlamıza. Mən istəyirəm ki, mənim üçün 4-ün 4-ə bir dənə cədvəl yaradasınız burada. Eğiliyorum satayım ağacının üstüne, sığmıyorum dünyaya, dar geliyor. Geceler mi uzun? Zaratkan doktor. Var mı? Ölür. Zaratka da ölür. Ben de ölürüm. Sen kimler oldu? Kimler öpüyor? Senin dudağında, dilinden ellerinizi var. Sen kimler oldu? Kimler öpüyor? Senin dudağında, dilinde ellerinizi var. Bunu köçürtmek yok, bunu yazmak lazımdır. Yazmaqsa demiştim ki bunu ezberləməlisiniz. Deli gözlerim girir aklıma. Bəli. İndi burada mən sizdən nə istəyirəm? İndi burada mən sizdən istəyirəm ki, siz mənim üçün bu cədvəlin xanalarına 1-dən 16-ya kimi rəqəmləri hərəsi bir dəfə istifadə olunmaqla random şəkildə düzəsiniz. Bəli. Yes. Bir deneyin. Görün bakın ki alınmır. Ha? Ondan sonra biraz elleşin. Aydın məsələdir ki yeni alınmayacaq. Gələn dərsdə biz işimizi bundan başlayalım. Tamam? Bu. Bununla ise bugünkü dersimiz sona çatır. Ben size bu failleri gönderirim. Göndermeyle. Siz elleşmeye devam edin.